yaralandı, təzyiqə məruz qaldı. Bəs təzyiq göstərən kimdir? Nə istəyirsən? Nə üçün dəyişdirmək istəyirsən? Münasibətiniz dəyişdir. Hansı münasibəti? Ananın deməli əslində münasibəti deyil. Əgər ana burada daha oxumaz. Mənə verdin geçsin arkamana avukatın birdən. Bəlbəttə olsun, gəldim boşandım, olsun yine adam. Nə istəyirsən bu yüzlərdən? Sən yanında atalım dəyişməksən. Çünki burada vəziyyətdən görülür. Konflikt necə həll oldu? Hansı strateji var?